Salam aleyküm. Mən Hüseyn Fragil Ağaçenoğlu, Salyan rayonu Qızılağa kəndində yaşayıram. Buradan Cənab Ali Baş Komandana səslənirəm, Müdafiə Nazirinə səslənirəm. Mən oktyabrın 4-ü Suqoşan ərazisində yaralanmışam. Ağdam istiqamətində olmuşam. Buradan Cənab Prezidentə səslənirəm ki, mənə 5 illik 50 illik təyin olunmuşdu. İndi hal-hazırda pensiyamı dayandırıblar. Deyirlər ki, sənəd 50 illik düşmür sənə, sağalmısan. Yəni mənim barmaqlarım amputasiya olunub, sinir zədələnməsi var. Əllərim yığılır, keymələr hətta olur, istifadə eləyə bilmirəm. Sinir zədələnməsi var, əzələ yadı yoxdur, gördüyünüz kimi. Boynumda hal-hazırda bu vəziyyətdədir, yəni qapalı kəllə beyin travmam var. Alt sənəm sümüm yoxdur, mil qoyulub bura. Hal-hazırda yəni bilinir ki, danışanda eləyəndə sənəm yadım əyilib də, yəni zədə almışam. Bütün sənədlərim də hamısını yığmışam. Sənədimdə də problemlər hamısı yazılıb. İndi hal-hazırda onları görüşəcəm. Medallarım da var. Vətən müharibəsi iştirakçısı medalı Hüseyn Fragil. Cəsur döyüşçü medalı Hüseyn Fragil yazılıb burada da. Ağdam azad edilməsinə görə medal Hüseyn Fragil yazılıb burada. Suqoşanın azad olunmasına görə medal burada da yazılıb. Cənab Müdafiə Nazirimiz verib, hamısının peçatı yadı var. Müharibə veteran vəsiqəsi verilib. Mən özüm də bu vəziyyətdə olmuşam. Yəni beləncə baxa bilərsiniz. Yəni hamısı sənədlərim var. İndi hal-hazırda sənədlərimi görüşəcəm sizə. Sənədlərim də bunlardır. Baxa bilərsiniz. Azərbaycan Respublikasının Respublika xəstəxanasından almışam. Yəni peçatda yadda hamısı var. Hər şey yazılıb orada. Burada da yazılıb. Travmatologiyada yazılıb. Bu da hospitalın verdiyi rəydir. Yəni bununla bağlı mən 50 alırdım. Sadəcə 5 ildir tamam olub, dayandırıblar. Mənim bir övladım var, oğlan uşağı böyüdürəm. Hərbiyə göndərəcəm onu. Hal-hazırda gəlirliyim yoxdur, evdə 4 nəfərik, uşaqla 5 nəfər. Yəni heç kim evdə işləmir. Anam da 50-dir, gözüdən 50-dir, gözü görmür. Yəni başqa yerimiz yoxdur. Cənab Prezidentdən xahiş edirəm ki, bu işə, bu sənətə bir tədbir görsün, bir müraciətimi qeydə alsın. Buradan da səslənirəm ki, bu videonu bəyənəsiniz, paylaşasınız. Cənab Prezidentimizin qabağına çıxsın.